Dostlar, yazıq da Allah haqqı, günahdır. İşləyə bilsə gedib işləyər də, harda işləsin. Normal adam gedib bəzən özünə iş tapa bilmir. Günah da Allah göydən baxır. O ağlayır bayaqdan burada. Siz onun üstünə düşürsünüz. 1 manat atırlar burada. 1000 dənə söz deyirlər ona. Allah göydən baxır, başa düşürsünüz siz bunu. Olmaz axı. Tutmusunuz, niyə 2 dənə uşaq var? Niyə var? Əşi özü bilər. İstəyər gedib 5 dənə uşaq eləyər. Sizə nə? O pis yazanlara deyirəm. Sizə nə? Pul istəmirsinizsə atmaq atmıyor. Yorum atın da yorum atın. Yorum atın. Atırsınız 1 manat. 1 manat atırsınız. Allah haqqı çox vaxt elə atanlar yazır onu. Atırsınız 1 manat, sonra aklınıza gələn yazığa yazırsınız. Ayıbdır ye. Bəsdir bu şeylər bizi. Bu Arzunu tanıyan var. Ümumiyyətlə bu Arzu kimdir? Burada deyir, dostlar, yazıqdır, işləyə bilmir. Nə bilim, iş olsa gedib işləyər. Birinci, ay Arzu xanım, belə yazığın gəlir, bunları apar evində saxla ya da hər gün kartına 50 manat pul at da, qoy kartına, qoy istifadə eləsinlər. Sənə kim icazə verib ki, çıxıb orada belə bu ağlayır, yazıqdır. Niyə ağlayır ki? Onu təhqir edirlər, canlını bağlayıb çıxsın da. Niyə canlını bağlayıb çıxmır? Mən izlədim bu yaxınlarda bu səhifəni də, bu adamları, ər arvadı 17 dəqiqə ərzində 94 manat pul yığdılar. 17 dəqiqə ərzində 2 manat, 5 manat, 10 manat, 3 manat, 17 dəqiqə ərzində 94 manat, 96 manat, ya 94 idi, ya 96 manat pul yığdılar. Niyə yazıq olurlar ki? 17, 17, 17, 17 hesablayanda bir günə 200-300 manat pul yığırlar və hər gündə bunu edirlər, təkrarlayırlar. Bu adam deyir, evim yoxdur, valideyni var. Anası, atası olub, bu uşaq göydən dünyaya gəlməyib ki, deyir, anamın 59 yaşı var, işləyə bilməz. Arvadımın 2 uşağı var, körpə işləyə bilməz. Hamının körpəsi olub, baxçıya da qoyub, gediblər, işləyiblər. 59 yaşında qadınlar qutab pişirir, piraşki pişirir, ev təmizləyir. Niyə işləyə bilməz? Bunun özü dəfələrlə etiraf edib ki, dövlətdən 670 neçə manat, yəni 700-ə yaxın birinci əlilliyinə görə, birinci əlilliyə görə pensiya alır. Niyə görə yazıqdır ki? Mən başa düşmürəm. Niyə görə biz bu insanları ələ baxımlı öyrətməliyik və hər dəfə deməli ki, bunlar yazıqdır. Bax, bu adam niyə yazıqdır? Evlənib, o uşaqlar dünyaya gəlib, onları mən etməmişəm. Bu kişidən gəlib də dünyaya. Bu nə demək? Demək, uşaq dünyaya gəlib deyənə bu canlı açmalıdır və biz bunun uşaqlarını saxlamalıyıq. Bu xalq bunların uşaqlarını saxlamalıdır. Hə? Bu ələ baxımlığı, bu yığmağı, bu nə bilim neynəməyi etmin, tövsiyə etmin heç kimə. Bu kişinin kartını yoxlasalar, günə bunun 200, 300, 400 manat pul gəlir, kartına oturur. Sonra da ki, Arzu xanım, yazığın gəlir, apar saxla evində, hər gün kartına 50 manat pul qoy. Gəlib burada adamlara məsləhət vermə. Bildin? Hamı ağıllı çıxıb. Bircə nə? Ağıllının biri ağıllı.